Qarabağ UEFA Çempionlar Liqasının əsas mərhələsində Kopenhagen klubunu 2-0 hesabla məğlub etməklə Azərbaycanın futbol tarixində yeni səhifə açdı. Oktyabrın 1-i Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən maç hələ başlamazdan əvvəl azərkeşlər stadionun ətrafında müxtəlif şüarlarla komandaya öz dəstəklərini göstərirdi. Bu dəstək bütün oyun zamanında davam etdi və Qarabağ rəqibinə qalib gəldi. Rəqib komanda isə Qarabağın əzmkar qalibiyyəti ilə barışdı. Rəqibin güclü olduğunu bilirdik. Birinci hissədə onlar mükəmməl oynadılar. İkinci yarıda çox dəyişiklik etdik. Aktiv oyun sərgilədik. İmkanları dəyərləndirə bilmədik. Qarabağ qələbəyə layiq idi. Liqa mərhələsinin birinci turunda Portuqaliyada Benfica'ya 3-2 hesabla qalib gələn komandamız son oyunda qazandığı qələbə ilə Çempionlar Liqası turnir cədvəlində Almaniyanın Bavariya, İspaniyanın Real, Fransanın PSG, İtaliyanın Inter və İngiltərənin Arsenal komandaları ilə birlikdə birinci və 6-cı yerləri bölüşdürürdü. Bir-birinin ardınca gələn zəfərlər artıq rəqiblərimizin də diqqətini çəkir. Başda böyük idman telegram kanalları olmaqla Amerikanın nüfuzlu CBC və bir çox nəşri paylaşımlarında köhlən atların uğurları qarşısında heyrətlərini gizlədə bilməyiblər. Dünyanı heyrətə gətirən komandamızın isə durmaq niyyəti yoxdur. Yəni biz hər şeyə hazır olmalıyıq. Çünki get-gedə rəqiblərimiz daha ciddi olur, get-gedə rəqiblərimiz daha məsuliyyətli olacaq. Bizim üçün daha yaxşı vuruşmaq üçün, daha möhkəm olmaq üçün böyük bir faydası olacaq bunun ki, biz biləcəyik qarşımızdakı rəqib bizə qarşı 100% hazırlaşacaq. Biz deməli bugünə kimi etdiyimizdən biz daha artıq olmalıyıq, daha çox işləməliyik və daha da cəsarətli olmalıyıq. Maraqlı məqamlardan bir digəri isə indiyədək baş tutan qarşılaşmalarda komandamıza qalib gələn Kopenhagen klubunun məhz ölkə başçısının Danimarkada səfərdə olduğu vaxtda məğlubiyyəti dadmasıdır. Revanş üçün çox da gözləməyən Qarabağ bunun üçün ən uyğun zamanı seçərək onu möhtəşəm şəkildə dəyərləndirməyi bacardı. Yeri gəlmişkən, Prezident İlham Əliyev də köhlən atlıların zəfərini sosial media üzərindən təbrik etdi. Planetin ən güclü klub turnirinin əsas mərhələsində 2 oyunda 2 parlaq qələbə əldə edən Qarabağ dünya futbolunun nəhəngləri ilə ilk pillələri bölüşməklə xalqımızı qürurlandırmaqda davam edir deyə İlham Əliyev vurğulayıb. Oyundan öncə şəhərin müxtəlif bölgələrində azərkeşlər Qarabağın qələbə qazanacağına dair müxtəlif şüarlar səsləndirirdilər. Qələbədən sonra isə metrolarda, dayanacaqlarda, stadion daxilində insanlar yüksək əhval-ruhiyyə ilə öz sevinclərini paylaşırdılar. Məhz azərkeşlərin oyun öncəsi və sonrası komandaya dəstəyini göstərməsi oyuncuların gələcək oyunlara daha yaxşı hazırlaşmasına öz töhfəsini verəcək. Qeyd edək ki, Qarabağın Kopenhagen üzərindəki qələbəsi daha bir reallıq üzə çıxardı. Benfica üzərində qazanılan qələbə heç də təsadüfi deyildi. Qarabağ Avropa standartlarında futbol oynayır. Möhtəşəm futbol sərgiləyən bir komanda kimi özünü təsdiqləyib və bundan sonra da Azərbaycanın adını zirvələrə daşımaq üçün əllərindən gələn edəcəklər.